Önündeki turu. Getir. Xeyli zamanda sosial medianın Azərbaycan segmentində foto və videoları yayılan Azərbaycanı piyada gəzən Yaponiyalı buddistlə Qazaxda qarşılaşdıq. Qərb xəbərin gəlişinizin məqsədi nədir? Neçə gündür Azərbaycandasınız və hansı şəhərləri ziyarət etmişsiniz sualına Yaponiyalı qonaq bir aya yaxında Azərbaycandayam. Ağsu, Ağdaş, Şəki, Göyçay, Qəbələ, Gəncə şəhərlərində olmuşam. Azərbaycanlıların çox mehriban və qonaqpərvər olduğunu xüsusi qeyd edirəm. Bu bir ayda məni dəfələrlə qonaq etdiklərini, yemək və yatmaq üçün evlərinə dəvət etdiklərini özəlliklə vurğulayıram. Həmçinin Yaponiyalı qonaq din xadimi olduğunu, Azərbaycan və Ermənistana sülh üçün dua etdiyini söylədi. Especially Azerbaijan, Armenia for peace, prayer for peace. Qazaxdan Qırmızı Körpü sərhəd keçid məntəqəsi ilə Gürcüstana gedəcəyini bildirdi.